hər şey yeyib çörəksiz yemək yox. Çörək heç bir halda deməli demonizə edilməməlidir. Heç bir halda sırf çörəyi artıq çəkilərimizin səbəbi olaraq görməməliyik. Biz kalori profitsitində oluruq deyə, çox yeyirik deyə, bədənimizə lazım olandan qat-qat çox enerji qəbul edirik deyə kökəlirik. Yəni bunu qətiyyən unutmaq olmaz. Siz çörəyi yeməzsiniz, gedib 100 qram yağ yeyirsiniz. 100 qram yağın da tərkibində 760-900 kaloriya qədər kalori var. Çünki heyvani mənşəli yağlarla bəzən kalori fərqi olur. Məsəl üçün, kərə yağının tərkibində 730-760 kalori var. Çünki 100% yağ deyil də, 82.5 qramı yağdır onun. Yəni, dediyim kimi, bu qədər kalori qəbul edə bilərsiniz. Bundan xəbəriniz də olmaz. Belə baxanda şirniyyat da yemədiniz, belə baxanda heç çörək də yemədiniz. Amma bu mənim çəkimliyə getmir. Çünki gündəlik profitsit yaradırsınız və daha çox kalori qəbul edirsiniz. Bu da gətirib bax belə problemlərə çıxardır. Ona görə də diyet saxlayıb sonra həmin diyetini, hələ bir diyetologların belə bir şey var. Mənə pul verdin, diyeti aldın, yaxşı elədin. İndi məndən qoruma diyeti al. Nə bilim valla.